Salam əziz 4-cü siniflər. Öncəliklə sabahki imtahanda hər birinizə uğurlar arzulayıram. Sizə kömək olması üçün son bir monitoring videosu çəkəcəm. Ümid edirəm ki, işinizə yarayar. Gəlin başlayaq Azərbaycan dilindən. 1-dən 3-cü suallar heç bir mətnə aid deyil və müstəqil suallardır deyir. Şəklə uyğun gələn sözü seçin. Təbii ki, bu bir çantalı şəklidir. İkinci, şəklə uyğun söz seçin. Bu bir deməli, səma cisimlərinə baxmaq üçün teleskopdur. Burada da deyir, buna uyğun variantı seçin. Bu da bizdə qunduz şəklidir. Dələ dediyimiz şey var, odur. Aha, indi mətnə başlayırıq. 4-dən 15-ci suallar bu mətnə aiddir. 12 rəqs edən şəhzadə. Gəlin başlayaq görək nə deyib. 12 gözəl qızı olan bir kral var idi. Onlar hamısı bir otaqda 12 çarpayda yatırdılar. Onlar yatmağa gedəndə qapılar bağlanır və kilidlənirdi. Lakin hər səhər onların ayaqqabıları bütün gecə boyu rəqs edirmiş kimi tamamilə köhnəlmiş halda tapılırdı. Heç kim bunun necə baş verdiyini və onların harada olduqlarını öyrənə bilmirdi. Sonra kral bütün ölkəyə elan etdi ki, kim bu sirri açıb şəhzadələrin gecə harda rəqs etdiklərini tapsa, bəyəndiyi qızına özü arvad seçə biləcək və kralın ölümündən sonra taxta çıxacaq. Amma kim bu işə cəhd edib 3 gün və 3 gecədən artıq uğur qazanmazsa, edam ediləcəkdir. Tezliklə bir şahzadə gəldi. O yaxşı qarşılandı. Axşam 12 şəhzadənin yatdığı otağın yanındakı otağa aparıldı. O orada oturub onların harda rəqs etdiklərini izləməli idi. Heç bir şeyin onun diqqətindən qaçmaması üçün otağın qapısı açıq qoyulmuşdu. Lakin şəhzadə tezliklə yuxuya getdi. Səhər oyananda gördü ki, şəhzadələrin hamısı rəqs edib, çünki ayaqqabıların altı deşik-deşikdir. Eyni hadisə ikinci və üçüncü gecədə təkrarlandı. Beləliklə kral onun boynunun vurulmasını əmr etdi. Ondan sonra daha bir neçə nəfər gəldi, lakin hamısının bəxti eyni gətirdi və hamısı eyni şəkildə həyatını itirdi. Bu vaxt döyüşdə yaralanmış və artıq vuruşa bilməyən yaşlı bir əskər bu kralın hökmranlıq etdiyi ölkədən keçirdi. Meşə ilə gedərkən o hara getdiyini soruşan yaşlı bir qadınla rastlaşdı. Əskər dedi, hara getdiyimi ya nə etsəm daha yaxşı olacağını mən də dəqiq bilmirəm. Amma şəhzadələrin harada rəqs etdiklərini tapmağı çox istərdim. Bəlkə vaxt gələr, mən də kral olaram. Yaxşı, dedi yaşlı qadın. Bu heç də çətin iş deyil. Sadəcə diqqətli ol ki, axşam şəhzadələrinin biri sənə gətirəcəyi şərabı içməyəsən və o da gedən kimi özün dərin yuxudaymış kimi göstərəsən. Sonra qadın ona bir plaş verdi və bunu əyninə geyinən kimi sən görünməz olacaqsan və şəhzadələr hara getsələr izləyə biləcəksən. Əskər bu yaxşı məsləhətləri eşidəndə bəxtini sınamağa qərar verdi. Kralın yanına gedib bu işi öz öhdəsinə götürməyə hazır olduğunu bildirdi. O da digərlər kimi yaxşı qarşılandı. Kral ona gözəl xalatlar verilməsini əmr etdi. Axşam olanda onu kənar otağa apardılar. O uzanmağa hazırlaşarkən şəhzadələrin ən böyüyü ona bir qədəh şərab gətirdi. Lakin əskər bir damcı da içməməyə diqqət edərək şərabı gizlicə tökdü. Sonra yatağına uzandı və birazdan sanki dərin yuxudaymış kimi bərkdən xoruldamağa başladı. 12 şəhzadə bunu eşidəndə ürəkdən güldülər və ən böyüyü dedi. Bu zavallı da həyatını belə itirməkdənsə daha ağıllı bir iş görə bilərdi. Sonra onlar qalxıb çəkməcələrini və qutularını açdılar, bütün gözəl paltarlarını çıxardılar, güzgü qarşısında bəzəndilər və sanki rəqs etməyə tələsirmiş kimi atılıb düşməyə başladılar. Amma ən kiçiklər dedi, niyə belədir bilmirəm, siz belə xoşbaxt olduğunuz halda mən çox narahat hiss edirəm, əminəm ki, başımıza bir iş gələcək. Sən axmaqsan, dedi ən böyük, sən həmişə qorxaqsan, artıq neçə şəhzadənin bizi boş yerə izlədiyini unutmuşsan, bu əskərə gəldikdə isə mən ona yuxu dərmanı verməsəydim belə, o kifayət qədər bərk yatacaqdı. Onlar tam hazır olanda gedib əskərə baxdılar, lakin o xoruldayırdı və əl-ayağını belə tərpətmirdi. Buna görə tamamilə təhlükəsi olduqlarını düşündü. Ən böyük bacı öz çarpayısına yaxınlaşıb əl çaldı. Bu an çarpayı döşəməsinin içinə batdı və bir gizli qapı açıldı. Əskər onların bir-birinin ardınca ən böyüyü öndə olmaqla gizli qapıdan aşağı düşdüklərini gördü. Vaxt itirməməli olduğunu düşünərək cəld ayağa qalxdı. Yaşlı qadının verdiyi plaşı geyindi və ardınca getdi. Lakin pilləkənin ortasında o ən kiçik şəhzadə paltarının ətəyini tapdaladı və qız bacılarına tərəf qışqırdı. Hər şey qaydasında deyil. Kimsə paltarımdan tutdu. Sən ay səfeh məxluq, dedi ən böyüyü. O sadəcə divardakı mismardır. Sonra onlar aşağı düşdülər və aşağıda özlərini çox füsunkar bir ağaclıqda tapdılar. Ağacların yarpağı tamamilə gümüşdən və gözəl parıldayırdı. Əskər oradan özü də bir nişanə aparmaq istədi. Buna görə kiçik bir ruqda qırdı və ağacdan bərk səs gəldi. O zaman kiçik qız yenə, mən əminəm ki, hər şey qaydasında deyil. O səsi eşitmədiniz. Bu əvvəllər heç vaxt baş vermirdi. Lakin ən böyüyü dedi, bu sadəcə bizim şəhzadələrimizdir. Bizim gəlişimizin sevinclərindən qışqırırlar. Sonra onlar yarpaqları qızıldan olan bir başqa ağaclığa, daha sonrası yarpaqlığa bərk vuran brilyantlardan olan üçüncü bir ağaclığa gəldilər. Əskər hər birində bir budaq qırdı, hər dəfə bərk bir səs gəlirdi. Ən kiçik bacı qorxudan titrəyir, lakin ən böyüyü yenə də bunun sevinclə qışqıran şəhzadələr olduğunu deyirdi. Beləliklə onlar böyük bir gölə çatana qədər getdilər. Gölün kənarında 12 yaraşıqlı şəhzadə ilə
10 kiçik qayıq dayanmışdı. Onlar sanki şəhzadələri gözləyirdilər. Şəhzadələrin hər biri qayığa mindi və əskər də kiçiyin qayığına mindi. Onlar gölü keçərkən ən kiçik şəhzadə ilə əskərin olduğu qayıqdakı şəhzadə dedi: "Bilmirəm niyə belədir. Var gücümlə avar çəkməyimə baxmayaraq həmişəki kimi sürətlə gedə bilmirik. Ya çox yorulmuşuq, ya da qayıq bugün çox ağır görünür. Bu sadəcə havanın istisindəndir." Şəhzadə qız dedi. Gölün digər sahilində truba və şeypur musiqiləri ilə gələn işıqlı gözəl bir qala ucalırdı. Onlar orada sahilə çıxdılar, qalaya daxil oldular və hər bir şəhzadə öz sevgilisi ilə rəqs etdi. Bütün vaxtlarında görünməz olan əskər də onlarla rəqs edirdi. Şəhzadələrin birinin yanında bir qədər şərab qoyulan kimi əskər onu sonuna qədər içdi. Elə ki qız qədəhi dodaqlarına apardı, o boş olurdu. Bundan da ən kiçik bacı bərk qorxurdu, lakin ən böyüyü onu həmişə sakitləşdirirdi. Onlar səhər saat 3-ə qədər rəqs etdilər, ayaqqabılar tamamilə köhnələndiyi üçün dayanmalı oldular. Şəhzadələr onları yenidən gölün o tayına keçirdilər, lakin bu dəfə əskər ən böyük şəhzadənin qayığına oturdu. Qarşı sahildə onlar bir-birlə sağollaşdılar və şəhzadə qızlar növbəti gecə yenə gələcəklərinə söz verdilər. Onlar pilləkənlə çatanda əskər şəhzadələrin əvvəl yuxarı qaçdı və yatağına uzandı. 12 bacı yorğun halda yuxarı çıxanda onun yatağında xoruldaşını eşitdilər. Onlar indi hər şey tamamilə təhlükəsizdir dedilər. Sonra soyundular, gözəl paltarlarını kənara qoydular, ayaqqabılarını çıxarıb yatdılar. Səhər əskər baş verənlər haqqında heç nə demədi. Bu qəribə macəranın davamını görməyə qərar verdi. İkinci günü, üçüncü günü də gecə getdi. Hər şey eyni ilə əvvəlki kimi təkrarlandı. Şəhzadələr hər dəfə ayaqqabılar deşilənə qədər rəqs edir, sonra evə qayıdırdılar. Lakin üçüncü gecə əskər harada olduğunun nişanəsi kimi qızıl qədəhlərdən birini özü ilə götürdü. Sirri açıqlamaq vaxtı gələn kimi o 3 budaq və qızıl camla birlikdə kralın huzuruna aparıldı. 12 şəhzadə isə onun nə deyəcəyini eşitmək üçün qapının arxasında dayanıb qulaq asırdılar. Kral ondan soruşdu: "Mənim 12 qızım gecələr harada rəqs edir?" O cavab verdi: "Yer altındakı bir qəsrdə 12 şəhzadə ilə birlikdə." Sonra o baş verən hər şeyi krala danışdı və özü ilə gətirdiyi 3 budaq qızıl camı göstərdi. Kral şəhzadələri yanına çağırdı və əskərin dediklərini doğru olub olmadığı soruşdu. Onlar ifşa olduqlarını, artıq danmağın faydasız olduğunu görəndə hər şeyi etiraf etdilər. Kral əskərdən onlardan hansını arvad olaraq seçmək istədiyini soruşdu. O isə belə cavab verdi: "Mən çox gənc deyiləm. Ona görə də ən böyüyünü seçirəm." Onlar ilə həmin gün evləndilər və əskər kralın varisi seçildi. Çox uzun mətn imiş, həddən artıq. Gəlin baxaq görək nədir. Şəhzadənin sirrini tapmaq üçün gələn digər namizədlər niyə uğursuzluğa düçar oldu? Onlar rəqs edən yerin yolunu tapa bilmirdilər. Şəhzadələrin verdiyi şərabı içib yuxuya gedirdilər. Qapılar kilidli olduğu üçün otağa daxil ola bilmirdilər. Kralın qoyduğu 3 günlük vaxt onlar üçün çox az idi. Uşaqlar hər dəfə deyir şəhzadələr onlara şərab verirdi. Onlar da yuxuya qalırdı. Mətndəki hadisənin ardıcılını nəzərə alaraq əskərin uğur qazanmasının əsas sirri nə idi? Çox gənc və cəldi olması, xeyr, gənc deyildi uşaqlar o. Kralın ona verdiyi bahalı xalatlar sayəsində şəhzadələrin inamı qazanması, xeyr, deyildi. Yaşlı qadının məsləhətlərinə əməl edib şərabı içməməsi, baxın buydu. Və görünməzlik plaşından istifadə. Əgər əskər 3-cü gecə qızıl cəmi götürməsəydi nə baş verə bilərdi? Kral ona inanmazdı, çünki budaqlar sadə ağac parçası kimi görünə bilərdi. Şəhzadələr onları izlədiyini heç vaxt başa düşməzdilər. Əskər ən böyük şəhzadə ilə evlənmək hüququnu itirərdi. Şəhzadələr növbəti gecə rəqsə getməkdən imtina edərdi. Əgər cam olmasaydı uşaqlar, kral ona inanmazdı, çünki budaqlar sadə də görsən. Budaqlar üçün bir bəhanəsi olardı, amma qızıl camı hardan tapa bilərdi ki? Ona görə A variantı doğru olar. Aşağıdakı cədvəldə hadisələr və onlara verilən yanlış izahlar verilmişdir. Hansı bənddə əskərin etdiyi hərəkətin əsl səbəbi düzgün göstərilib. Əskərin xoruldaması, onun çox yorğun olması. Uşaqlar, bu yorğunluqdan deyildi. Bu şəhzadələri aldatmaq üçün idi. Şəhzadələri yatdığına inandırdı. Baxın, bu variant. Şəhzadələri inandırmağa çalışırdı ki, o yatıb. Mətnə əsasən əlamətlər və məkanlar arasında uyğunluq müəyyəndir. Gümüş yarpaqlı ağaclar, qızıl yarpaqlı ağaclar, brilyant yarpaqlı ağaclar. Deməli, gümüş yarpaq 1-də idi, qızıl yarpaq 2-də idi, 3-cüdə də ən dəyərli. Getdikcə dəyərlənirdi. Yəni 1A, 2B, 3C. Qoy bir də baxım, təzədən bu hissədə dəqiqləşdirək. Aha, baxın, qızıldan olan başqa bir ağaclığa, daha sonra yarpaqları bərk vuran brilyantlardan. Görürsünüz, birinci gümüşdən, sonra qızıldan, sonra isə brilyantdan gediblər. Yəni 1A, 2B, 3C. Mətndəki səbəb və nəticə əlaqələrini düzgün qruplaşdırın. Şahzadə qızların ayaqqabılarının altı deşilirdi. Əskər şəhzadədən əvvəl yuxarı qaçırdı. Onlar bütün gecə... Baxın budur. Bax, yer altında rəqs edirdilər. 1B. O əskər yatağında bərkdən xorulduyurdu. Qızlar özünü təhlükəsiz hiss edirdilər. 2C. Bacıların qayıtdıqdan sonra pilləkənə çatması əskər onlardan qabaq getdi ki, şübhələnməsinlər. Cavab oldu C variantı. Mətnə əsasən verilən fikirlərdən biri yanlışdır. Şəhzadələr yeraltı qəsrdə səhər saat 3-ə qədər rəqs edirdilər. Əskər hər gecə yeraltı meşədəki fərqli ağaclardan budaq qırdı. Şəhzadə qızların hamısı əskərin gəlişindən eyni dərəcədə narahat idi.
Xeyr, baxın burada o birisi şahzadələr bilmirdi. Bir dənə balaca qız narahat olurdu. Yaşlı qadın əskərə həm ağıllı, həm də sehirli əşya verdi, doğrudur. Əskərin sarayda keçirdiyi ilk gecə haqqında hansı mühazirə doğrudur? Şahzadələr əskərin hərəkətini görüb dərhal saraydan qaçdılar. Xeyr. Əskər şərabı gizlicə töküb özünün dərdini yuxudaymış kimi göstərdi. Bu doğrudur uşaqlar. Ən böyük bacı əskərin yatmadığını hiss etdi. Xeyr. Kral əskərin birinci gecədən uğur qazandığını görüb xeyr, 3 gecə gözləmişdi. Bu zavallı da həyatını belə itirməkdənsə daha ağıllı bir iş görə bilərdi. Bu fikir hansı obraza aiddir? Gəlin baxaq, buradaydı, ən başdaydı o fikir. Əminəm ki, başımıza bir iş gələr. De burada. 12 şəhzadə buna işdən ən böyüyü dedi. Baxın, ən böyüyü deyib. Bu zavallı da həyatını belə itirməkdənsə daha ağıllı bir iş görə bilərdi. Deməli, bu söz ən böyüyümüzə aiddir. Hara getdi? Ən böyük şəhzadə əskərin yatdığını zənn edərək demişdi. A variantı. Ən kiçik bacı hər dəfə narahat olduğunu bildirdikdə böyük bacı əskərin oyanıb onları izlədiyin gizlicə başa düşürdü. Xeyr, onu sakitləşdirir və hər səsə bir bəhanə tapırdı. Cavab budur. Əskər kralın qarşısına çıxanda kral ondan hansı konkret sualı soruşdu? Sən mənim qızlarımın yeraltı dünyada kimlərlə rəqs etdiyini bilirsənmi? Xeyr, ümumiyyətlə kral yeraltı dünyadan xəbərdar değildi. Sən yeraltı meşədən gətirdiyin qəribə budaqları hardan tapmısan? Qızların ayaqqabılarını hər səhər kimin belə köhnətdiyini tapa bildinmi? Baxın bunu soruşdu. De görüm, mən 12 qızım gecələr harada rəqs edir? Baxın bu sualı soruşdu. Əskər birinci gecə şəhzadənin ona verdiyi şərabdan niyə içmədi və özünü necə apardı ki, şəhzadələr ondan şübhələnmədi. Yadınıza düşür, oradakı bir qadın, yaşlı qadın buna demişdi ki, şərabı içmə, şərabı içmə. Niyə içməsin? Şərabı içsə yuxuya gedərdi və qızları izləyə bilməzdi. Çünki yuxuya gedərdi və özünü necə apardı? Da mən yazmıram. Özünü necə apardı uşaqlar? Özünü yuxuya vurdu. Qızlar narahat olmadı. Bu yazın. Qızlar rahat hiss etdilər. Rahat oldu. Daha uzun yazmaq olar. İndi keçək ikinci mətnimizə. Dovşanı tanıya bilirsənmi? Təbiətdə bir-birinə bənzəyən, lakin fərqli xüsusiyyətlərə malik çoxlu heyvanlar yaşayır. İnsanların çoxu dovşanı yaxşı tanıyır. Uzun qulaqları, yumşaq tükləri və sürətli qaçışı ilə dovşan həm vəhşi təbiətdə, həm də ev şəraitində yaşayan məşhur heyvanlardan biridir. Lakin bir çox insan dovşana çox bənzəyən başqa bir heyvanın Pikanın adını eşitməyib. Pika kiçik ölçülü, yumru bədənli və sevimli görünüşlü bir canlıdır. Hər iki heyvan eyni dəstəyə aid olsa da, onların yaşayış mühiti, görünüşü və həyat tərzi arasında maraqlı fərqlər var. Dovşan əsasən çətinliklərdə, çəmənliklərdə, meşə kənarlarında və kolluq ərazilərdə yaşayır. Bəzi növləri insanlar tərəfindən ev heyvanı kimi də saxlanılır. Dovşan ən diqqət çəkən xüsusiyyəti uzun qulaqlardır. Bu qulaqlar ona həm uzaq səslər eşitməyə, həm də bədən temperaturunu tənzimləməyə kömək edir. Güclü arxa ayaqları sayəsində çox sürətlə qaça bilir və təhlükə hiss etdikdə tez gizlənir. Dovşanlar əsasən ot, yarpaq və tərəvəzlə qidalanır. Pika isə daha çox dağlıq və qayalıq ərazilərdə yaşayır. Dovşandan xeyli kiçikdir və qulaqları qısa olduğu üçün ilk baxışda dovşana deyil, kiçik yumru sıçana bənzəyir. Pikanın quyruğu demək olar ki, görünmür. Bu heyvan soyuq iqlimə uyğunlaşdığı üçün qalın tüklərlə örtülmüşdür. Pikalar da ot yeyirlər, lakin onlar qış üçün əvvəlcədən quru ot toplayaraq yuvalarında saxlayır. Bu xüsusiyyətlər onların çox zəhmətkeş heyvan kimi tanınır. Hər iki heyvan təhlükə hiss etdikdə ehtiyatlı davranır. Dovşan sürətlə qaçaraq düşməndən uzaqlaşır, Pika isə qayaların arxasında gizlənir. Dovşanlar daha çox gecə səhər saatlarında fəal olurlar, Pikalar isə gündüz vaxtı daha aktiv görünürlər. Dovşanların çoxalma sürəti yüksəkdir və onlar qısa müddətdə çox bala verə bilirlər. Pikaların isə balaların sayı daha az olur. Bu heyvanlar oxşar cəhətlərində biri də onların ot yeyən olmasıdır. Həm dovşan, həm də Pika təbiətdə bitkilərlə qidalanır və ekosistemdə mühim rol oynayır. Onlar bir çox yırtıcı heyvanların qida mənbəyidir. Bununla yanaşı yaşadıkları ərazidə bitki örtüyünün yayılmasına təsir göstərirlər. Aşağıdakı cədvəldə müqayisə edilmişdir. Bizə nə deyir? Bunun davamı da var. Deməli, görünüş uzun qulaqlı, iri bədənli. İndi gəldi yemək daşıyan Pika. Dovşan uşaqların ən çox sevdiyi heyvanlardan biridir. Nağıllarda, çizgi filmlərində və hekayələrdə dovşan tez-tez ağıllı və çevik heyvan kimi göstərirlər. Pika isə daha çox az tanınsa da alimlərin diqqətini çəkən maraqlı canlıdır. Xüsusilə iqlim dəyişikliklərində həssas olduğu üçün onun yaşayış mühiti tez diqqətlə öyrənilir. Təbiətdəki canlıları müqayisə etmək onların xüsusiyyətlərini daha yaxşı anlamağa kömək edir. Dovşan və Pika ilk baxışda oxşar
də həyat tərzləri və yaşadıkları mühit fərqlidir. Bu fərqlər onların təbiətə necə uyğunlaşdığını göstərir. Hər bir heyvan yaşadığı mühitə uyğun xüsusiyyətləri qazanır və beləliklə təbiətdə yaşamını davam etdirir. Deməli, dovşanı tanımaq asandır, amma pikanı tanımaq daha diqqət lazımdır. Təbiətdə yaşayan hər canlı öz xüsusiyyətlərlə maraqlıdır və onları öyrənmək insanın dünya görüşünü genişləndirir. Cədvələ əsasən dovşan və pikanın qidalanma vərdişi haqqında hansı nəticəni çıxarmaq olar? Qidalanma. Biri ot və yarpaq tərəvəz yeyir, dovşan ot və quru bitkilər yeyir. Hər iki heyvan növü yalnız yaşıl və təzə otlarla qidalanır. Xeyr, təzə otlarla qidalanmır. Biri deyir quru otlarla yeyir. Pika qışa hazırlıq məqsədilə həm də quru bitkilər yeyir, doğrudur. Dovşan qidanı tapdığı yerdə yeyir, pika isə yuvasına daşıyır. Belə bir məlumat yoxdur. Dovşan tərəvəz yediyi halda pika yalnız dağ bitkiləri yeyir, o da yoxdur. Cavab B variantı. Səbəb-nəticə zəncirini tamamlayın. Mətndəki məlumatlara əsasən aşağıdakı boşluq hansı fikir ən düzgün şəkildə doldurur? Pika soyuq iqlimə malik dağlıq və qayalıq ərazilərdə yaşayır. Buna görə də düşməndən qaçmaq üçün çox sürətlə qaçmağa məcburdur. Bədəndə qalın... Deyə baxın, soyuqda yaşamaqla qaçmağın nə əlaqəsi? Amma deyir, qalın tüklərlə örtülmüşdür. Bu mühitə sağ qalmaq üçün yalnız yarpaqla qidalanır, əlaqəsi yoxdur. Həmin bu qalın tüklərlə örtülmək, baxın, bu dağlıq və qayalıq ərazilərdə yaşayır, soyuq. Görürsünüz, bu ona nümunədir. Dovşan və pika üçün ortaq xüsusiyyət müəyyən edin. Dovşan iri bədənli, uzun qulaqlı, kiçik bədənli, qısa qulaqlı. Hər ikisi də çox bala vermirdi pika, yadınızdadırsa. Hər ikisi bitki ilə qidalanır. Baxın, C variantı doğrudur. Hər ikisi bitki ilə qidalanır və mühüm rol oynayır. Hər ikisi eyni iqlim şəraitinə uyğunlaşaraq qalın tüklərə malikdir. Xeyr, dovşanın qalın tükü yoxdur. Pikanın qalın tükü var, amma. Verilənlərə əsasən aşağıdakı qruplaşdırmada işarəsinin yerinə nə yazılmalıdır? Dovşan, çəmənlik, ot, yarpaq tərəvəz, pika, dağlıq, meyvə və ağac qabıqları, ot və quru bitkilər. Baxın, burada cədvəldə də var idi. Baxın, dağlıq və qayalı ərazilər və deyir ot və quru bitkilər. Mətndə məlumatlara əsasən aşağıdakı mülasələrin hansı doğrudur? Tamamilə doğrudur. Pikanın qısa qulaqları olmasa onun eşitmə qabiliyyətini zəiflədir, deyə bilmərik. Pikalar və dovşanlar günün yalnız eyni saatlarında qida axtarır, deyə bilmərik. Hər iki heyvan növü təhlükə hiss etdikdə eyni üsulla gizlənir. Dovşanın uzun qulaqları bədənin hərarətini sabit saxlamağa ifadə edir. Hər iki heyvan təhlükə hiss etdikdə eyni üsulla gizlənir. Gəlin burada təhlükə söhbətinə baxaq bir də. İlk başda hər bir heyvan yaratılmış deməli. Burada təhlükə hiss etməsi ilə bağlı bir cümlə var idi. Baxın, hər iki ehtiyatla davranan dovşan sürətlə qaçaraq düşməndən uzaqlaşır, pika isə qayaların arasında gizlənir. Yəni, biri uzaqlaşır, biri isə qayaların arasında gizlənir. Bunu demək olmaz onda. Çünki ikisi də eyni cür qaçmır. Dovşanın uzun qulaqları bədən hərarətini sabit saxlamaq kömək edir. Pikanın qısa qulaqları olmasa eşitmə qabiliyyətini zəiflədir. Eyni saatlarında qida axtarılır, deyə bilmərik. Hər iki heyvan növü təhlükə etdikdə gizlənir. Ölçü, aktiv daha çox. Xüsusi ehtiyat toplamıyor, qurot toplayır, quyruq kiçik görünən. Qulaqlar uzun. Görək bu hərarətini deyir. Bəzi növlər insanların dovşan ən diqqət çəkən uzun qulaq. Bu qulaqlar ona həm uzun səslər eşitməyə, baxın deyir, yaxşı eşitməyə səbəb olur. Həm də bədən temperaturunu tənzimləməyə kömək edir. Onda bu cümləni doğru saya bilərik. D variantı doğrudur. Cədvələ əsasən dovşanın pika ilə müqayisədə ölçüsü haqqında hansı konkret məlumat doğrudur? Gəlin ölçüyə baxaq. Ölçüsü dovşan nisbətən böyük, bu isə daha kiçikdir. Yumru bədənlidir. Dovşan həm iri bədənli, həm də nisbətən böyükdür. Dovşan kiçik bədənli, lakin pika xeyr, kiçik bədənli deyil. Elə A variantı daha doğrudur. Dovşan yumru bədənli, lakin pika eyni şəkildədir. Xeyr, məlumat yoxdur. Dovşan kiçik bədənli, lakin pika eyni boydadır. Xeyr, A variantı doğrudur. Cədvəldəki hərəkət forması bölməsinə əsasən aşağıdakilərdən hansı doğrudur? Neçə dənə sualdır buna aid? 30 dənədir. Dovşan qayaların arasında gizlənərək hərəkət etməyi üstün tutur. Xeyr, bu pika idi. Pika qayaların arasında gizlənərək düşməndən qorunmağa çalışır. Bu doğrudur. Dovşan təhlükə hiss etdikdə çox sürətlə qaçaraq uzaqlaşır. A, bizdən yanlışı soruşur. Yanlışı soruşur. Onda elə A variantı yanlışdır. Qayaların arasında gizlənərək hərəkət etməyə üstünləşir. Xeyr. Aşağıdakı sualların hansı cavabı nə mətndə, nə də cədvəldə göstərilməmişdir. Dovşanlar yaşadığı mühit pikanın yaşadığı mühitdən necə fərqlənir? Pika öylər üçün həm çox zəhmətkeş heyvan kimi tanınır. Var idi burada. Deyir ki, qışa yemək hazırlayır. Ona görə var. Dovşanların orta hesabla neçə il yaşaması haqqında xeyr, bu məlumat yoxdur.
Hansı fikir mətnin məzmununa uyğun hesab edilə bilməz? Dovşanlar sürətli qaçmaq qabiliyyətinə malikdir. Pikalar qayalar ərazilərdə yaşamağa uyğunlaşıb. Hər iki heyvan əsasən bitkilərlə qidalanır. Pikalar insan tərəfindən evlə bəslənir. Xeyr, bu məlumat mətndə görünmür. Mətnə görə hansı ardıcılıq düzgündür? Qış üçün ot toplayır. Dovşan uzun qulaqlara malikdir. Pikalar əsasən bataqlıqda yaşayır. Ən birinci 2-dir. Pika qış üçün ot toplayır. Doğrudur. Dovşan uzun qulaqlara malikdir. Düzdür. Bu da səhvdir. Deyir, qaya diblərində daha çox yaşayır. Doğru, doğru, yanlış. Cavab oldu C variantı. Pika haqqında hansı fikir yanlışdır? Soyuq iqlimə uyğunlaşıb. Doğru. Qış üçün quru ota ehtiyac sağlayır. Doğru. Uzun qulaqlar. Xeyr. Uzun qulaqlar dovşandaydı. Aşağıdakı fikirlərdən hansı mətnin məzmunu ilə ziddiyyət təşkil edir? Dovşan güclü arxa ayaqları onun sürətlə qaçmasına kömək edir. Doğru. Pikalar qış üçün əvvəlcədən quru ehtiyat hazırlayır. Doğru. Hər iki heyvan təhlükə hiss etdiyində eyni üsulla qorunur. Yanlış. Pikanın quyruğu demək olar ki, görünməyəcək qədər kiçikdir. Doğru. Burada demişdik ki, dovşan qaçır. Bu isə qaya diblərində gizlənir uşaqlar. Ona görə bu fərqli sayılır. Yanlış sayılır. Aşağıdakı variantların hansında səbəb nəticə düzgün qurulub? Pikanın qalın tükləri var, çünki əsasən isti iqlimdə. Ay uşaqlar, qalın tük niyə isti iqlimdə yaşasın ki? Səhv. Dovşan qayalarda gizlənir, çünki quyruğu görünmür, əlaqəsi yoxdur. Pikanın quyruğu balacaydı. Pikalar gündüz fəaldır, çünki uzun qulaqlara sahibdir, əlaqəsi yoxdur. Dovşan sürətlə qaçır, çünki güclü arxa ayağa malikdir. Doğrudur. Aşağıdakı xüsusiyyətlərin hansı heyvana aid olduğu düzgün uyğunlaşdırılıb? Qış üçün yuvasına quru ot toplayır. Pika. Bədən temperaturu qulaqları tənzimləyir. Dovşan. Qayalar arasında gizlənir. Pika. Dovşan, pika. A variantı. Mətndə verilmiş məlumatlara əsasən hansı iki canlının qidalanma rasionunda dəniz məhsullarına rast gəlinir? Heyvan və onların qidası haqqında məlumat verilib. Tülkülər ət yeyən heyvanlardır. Onlar əsasən sıçan, dovşan və quşlarla qidalanırlar. Lakin meyvə və gilə meyvələr daha çox sevirlər. Bir dəqiqə deyir ki, mətndə verilmiş məlumatlara əsasən hansı iki canlının qidalanma rasionunda dəniz məhsuluna gəlinir? Dovşanlar ot yeyən heyvanlardır. Onlar əsasən qidasını təzə otlar, bitki kökləri, müxtəlif tərəvəzlər və yerkökü ağac qabığı ilə təşkil edir. Bu maraqlı flamingolar süzgəc üsulla qidalanır. Onlar suyun altında kiçik xərçəng kimləri, yosunlar və su altı həşəratları yedirlər. Yedikləri bu xüsusi qidalar onların lələklərini çəhrayıya rəng verir. Yeni otlar çox maraqlı və bacarıqlı heyvandır. Onlar həm ətçaldırlar, həm kiçik xərçəng kimi balıqları və həşəratlarla, həm də müxtəlif meyvə və qoz fındıqla qidalanırlar. Baxın, bunda görürsünüz nə deyir? Deyir ki, xərçəng kimilər, yosunlar, həm də bunda xərçəng kimlərin adı keçir. Bir, flamingo. Bir də bu yenotlar. Maraqlı adı var. Yenotlar. İlk dəfə də eşidirəm. Bu da belə. Uşaqlar, Azərbaycan dilinin sonuna gəldik. İndi keçirik riyaziyyata. Aşağıdakı cədvəldə Bakı şəhərində müxtəlif ölkələrə olan uçuş biletləri və qiymətləri təsvir olunmuşdur. Cədvələ əsasən 4 nəfərlik bir qrupun İstanbula gediş biletlərinin cəmi bir nəfərin ABŞ gediş biletindən nə qədər bahadır? Bizə deyir ki, 4 nəfərlik bir qrupun İstanbula gediş, bir nəfərin ABŞ gediş qiymətindən nə qədər bahadır? Bir dəqiqə, deməli, bizə deyir ki, 4 nəfərin İstanbul. 4 nəfər İstanbula gedirsə, 350 manatı vururam 4-ə. Görün nə qədər pul xərcləyəcək. 350 vur 4. 700, 1400 manat pul eləyir. Bizə deyir, bir nəfərin ABŞ. Bir nəfər də ABŞ 1450-yə gedir. 1450-yə gedir. 4 nəfərin bir gedişlə cəmi qiyməti nə qədər bahadır? Bakı şəhərindən. 350, 700. Burada uşaqlar 50 manat bahadır, amma ABŞ bahadır. Yerin səhv yazıbdır. ABŞ bileti daha bahadır. Çünki bir nəfər 1450 manatdır. Burada da 1400 manatdır. Deməli, 50 manat fərq qalır. Bəslədiyiniz öküzün çəkisini hər ay müntəzəm olaraq qeyd edən bir fermer şəkildəki məlumatları əldə etmiş və aylara görə öküzün çəkisinin bir qanun uyğunluq təşkil etdiyini müşahidə etmişdir. Buna əsasən 24-cü ayda öküzün çəkisi neçə kiloqram olacaq? Baxın, hər dəfə 52, 9 vahid artır. Düzdürmü? Onda, məsələn, 252, birinci ay 252-dir. Birinci aydan 24-cü aya qədər 23 dənə ay var. Və hər ayda 9 artırsa 23-ü vururam 9-a. Görün bu 23 ay arasında nə qədər artacaq. Onu da birinci çəki ilə, yəni 252 ilə toplayacağım. O da eləyəcək. Deməli, 23-ü 9-a vursam 207, üstünə də köhnə ölçülü, yəni 252-ni gəlsəm 459 edəcək. B variantı. Yanda verilənlərə əsasən aşağıdakı mülasirələrdən hansı səhvdir? Deməli, solda 1, 2, 3, 4, 5 dənə top var. Sağda isə 3 dənə top var. Deməli, bizə nə deyir? Tərəzi tarazlıqda deyil. Baxın,
5 dənə mavi daş var və hər biri 3 kiloqramdır. Deməli burada 5-i 3-ə vursam, bax 3 kiloqram tutur. 15 kiloqram sol tərəfdir. 4 dənə çəhrayı var, 12. Burada da 3 dənə çəhrayı var, 4 kiloqramdan 12 kiloqram da bu eləyir. Təbii ki, sol tərəf daha ağırdır, düzdürmü? İndi bizə deyir səhv fikir. Tərəzi taralıqla deyil, doğrudur. Sağ gözündə 12 kiloqramın çəki var, doğrudur. Sağ gözü daha aşağıdadır. Bəli, deməli yox. Niyə? Ağır olan tərəf buradır. Bura daha aşağıda olar. Sonra deməli bu səhvdir. Sol gözündə 15 kiloqram çəki var, düzdür. C variantı səhvdir. Bir qutuda 6 ədəd qələm var. Bir karton qutuda 15 ədəd qutu var. Səboy 270, mətanət 450 qələm aldılar. Buna əsasən bir dost cəmi neçə karton əldə etmişlər. Deyir ki, qutuda 6 ədəd qələm var və bir kartonda da 15 dənə qutu var. Deməli, 15-i vursam 6-ya eləyir 90. Yəni siz bir qutu alanda avtomatik 90 dənə karton, daha doğrusu bir karton alanda avtomatik 90 dənə qələm almış olursunuz. Gəlin indi bu adamları toplayaq. 450-ni bölürəm 5-ə, daha doğrusu 90-a. 5 korobka bu alıbdır. 270-i bölürəm 90-a. 3 qutu bu alıb. 3 dənə karton qutuda elə bil ki. 180-i də bölürəm 90-a. 2 karton da bu alıbdır. 3, 2, 5, cəmi 10 karton almış olublar. Hesablayın. 32-ni 4-ə böləndə uşaqlar 8, 28-i 3-ə vuranda 84. 84 ilə 8-i toplayanda 92. 92-dən də 10-u çıxanda 82 verəcək. ABC-nin bucağının dərəcə ölçüsü 50-dir. DBA və ABC qonşu bucaqlar olduğuna görə DBA neçədir? Uşaqlar, baxın. Bunlar deməli 90 dərəcədir. İndi əgər bunlar deməli bizə deyir ki, bura 50-dirsə, ABC-nin bucağının dərəcə ölçüsü yanında qonşu bucaqlar olduğuna görə deməli uşaqlar bu 90 dərəcəymiş. Bu tam 90 dərəcədir. Görürsünüzmü? İndi bu 90-dır. Burası 50-dirsə, burada qalar 40 dərəcə. C variantı. Bir fidan əkiləndə boyu 75 cm-də, hər ay 6 cm uzanarsa 8 ayın sonunda fidanın boyu neçə santim olar? Uşaqlar 6-nı vururam 8-ə, görüm nə qədər artım olacaq. Eləyir 48. 75-in də üstünə 48 gələndə 3, 11, 123 cm edər. Tənliyə həll edin. Deməli, gəlin baxaq. 3B, burada da 1B. 4B verdi mi? Verdi. İndi rəqəmləri də atırıq 33-ün yanına. 33-dən 8-i çıxacaq, 3-ü isə toplayacaq. Niyə? Çünki bizdə yerini dəyişəndə işarəsini də dəyişirik. 4B bərabərdir. 33-ün isə 8, 36. 36-dan 8-in çıxanda 28. 4-ü 28 isə bir dənəsi 7 olar. Cavab oldu A variantı. 39. 270 olan 3 natural ədədin ikincisi birindən 2 dəfə, üçüncüsü ikincisindən 3 dəfə böyükdür. Bizdən uşaqlar yəqin ki, əvvəldə cəmi veribdir. Yazıram 1. Bir dəqiqə. 1, 2, 3. Buradan yazıram 39-cu cavabını. Deyir ki, ikincisi birincisindən 2 dəfə böyükdür. İkincisi böyükdür. Birinci nə qədərdir? Bilmirik. Ona görə x deyirik. İkinci birincidən 2 dəfə böyükdürsə 2x deyəcəm. Üçüncüsü isə ikincidən 3 dəfə böyükdür. Üçüncüsü isə ikincidən 3 dəfə böyükdür. O da eləyir 6x. Cəmi 270-dir. 1x, 2x, 3x verdi 6x, 9x. Cəmliyəndə 9x. 9x bərabərdir 270, x bərabərdir 30. İndi uşaqlar, cəmi 30, biri 30 imiş. Bizdən ikincini soruşur. İkincidən də 2-dən x var axı. 32-yə vururam, eləyir 60. Aşağıdakı variantların hansı ədədlər azalan sırayla düzülüb? Gəlin baxaq, böyükdən kiçiyə doğru. Deməli, 880 gəlir, 808 gəlir, 088 gəlir, 88 min. 88 min bunların içində ən böyüydü. Bu niyə axırda gəlsin ki? Getdi. 88 min, 80 min, 80 min, 80 min, 800. Uşaqlar, bu bundan böyükdür. Ona görə yeri dəyişikdir, getdi. 88, 80 min, 880. Ən balacası hamısı eyni rəqəmlərdən təşkil olunub. Ən balacası 81088-dir. Bizə azalan deyir. Azalan deyirsə ən böyükdən başlamalıdır. 880. Baxın bu doğrudur. 88.880 808 088. Hansı ədədin 5 qatının 10 vaid artığı 20-dir ifadəsinə uyğun gələn tənlik. Uşaqlar, hansı ədəd? Bilmirəm. X. 5 qat vurdum 5-ə. 10 artıq üstünə 10 gəldim. Bərabərdir 20. Baxın görəm buna variant hansı uyğun gəlir. O da cavab C variantı gəlir. Aha, bizə nə deyir? A plus B-ni tapın. 5-i 30 olması üçün 6-ya vuraram. Onda A nəymiş ki 6-ya vuranda 12 eləyib. Deməli A 2 imiş.
Onu 5'e vurar 50 olsun. Onda 6'ını da 5'e vuranda 30 eder. B de 30'uymuş. Cəmi də bizdən, yox, cəmi istəyir. 5 dəfə artar. 6 da 5 dəfə. 32, 32. Cəmi uşaqlar 32'dir. Variantlarda yoxdur. 32 olacaq. Bir də baxın 2. 6'ya bölsəm 5, 6'ya bölsəm 2. 5'e vursam 30, 10, 5'e de vuranda 30. Yox, 32'dir uşaqlar cavab. Aşağıdaki verilenlerden deyir ki, əlaqə hansıdır? 3'dən 12 alınıb, 4'ə vurub deyərdim, amma vurmuyub. 5'dən 18 alınıb, 6'dan 21 alınıb, 8'dən 27. Fikir verin, hamısı 3 qatdır. Bunu 3 qatından artıq. Deməli, başlayacaq 3B ilə. 3'ə vursam, 3 3'üm 9, üstünə 3 gəlməliyəm ki, 12 eləsin. 5 3'ə vursam 15, üstünə 3 gəlməliyəm. Deməli, uşaqlar hər dəfə vurub 3'ə, üstünə 3 gəlir. Vurub 3'ə, üstünə 3 gəlir. Vurub 3'ə, üstünə 3 gəlir. Deməli, 3B üstə gəl 3 olacaq. ABC düzbucaqlı formasında kartondan kvadrat kəsilib çıxarılıb. Buna görə geridə qalan sahə neçədir? Baxın, bizə bu kvadratdır. Əvvəl 2, 6, 2, 4, 10 cm. Demək, əvvəl bura 10 cm imiş. Burada 8 cm imiş. Düzdürmü? İndi qulaq asın mənə. 10'un 8'ədir. Əvvəl sahəmiz 10 vur 8 oldu 80. Əvvəl sahəmiz 80 idi. İndi gəlin biz bu kvadratı tapaq. Kvadratın da tərəfi buradan 6'dırsa burada 6'dır, burada 6'dır, burada 6'dır. Onda kvadratın sahəsi 36 olur. Həmin bu 80'dən bu 36'ın çıxanda yerdə 44 qalır ki, bu da bizdə bu rənglənmiş yaşıl yer var. Buranı biz 44 əldə edərik. 45 kutunun həcmini hesablayın. Uşaqlar 3 ölçünün hasilidir həcm. 25 vur 10 vur 15. O da eləyir 250. 250'ni də 15'e vuranda 3750 eder. Cevabı D variantı. Aşağıdaki fikirlerden biri silindire aittir. Silindirin açılışında uşaqlar 2 dənə yumru var, dairə var. Baxın, silindir belə bir figurdur, elə bir stəkan formalıdır. Bu da C variantı uyğun gəlir. Təyyarə Bakıdan saat 23:45'də havaya qalxdı. 5 saat 30 dəqiqəlik uçuşdan sonra hansı şəhərə indi? Təyyarə indiyi zaman cəmi saat neçəni göstərir? Baxın, 23:45'in üstünə birinci bu dəqiqəmizi gələk, rahat olsun. 15 dəqiqə gəlsəm, düşəcək 00'a. 1:15 dəqiqədə gəlsəm, 00:15'ə düşəcək. Bu 30 dəqiqəni gəldim. Düzdürmü? Gəldik 5 saat gəlmək. 5 saat gələndə də olacaq 05 15. Cavab oldu B variantı. Təpə nöqtələrində olan fiqur qurulub. Bu hansı fiqurdur? Gəlin quraq. 1-1. Baxın, 1'in biri buradır. Belə qırmızı ilə işarələyim, görəsiniz rahat. Sonra 1'in 7'si. 1'dən elə ki 7 var. Düz bucaqlı olacaq çox güman ki. Bir dəqiqə. 1 7 bura qoyuram. Sonra 7 7, hə, tam da düşündüyüm kimi düz bucaqlı olacaq. Və 7 1, bu da belə. Birləşdirsəm. Uy, bunu buradan səhv qoydum prosta. Bura qoymalıydım. Belə. Bu da belə. Təbii ki də düz bucaqlı yarandı. Uşaqlar belə rahat hardan görə bilərdiniz? Fikir verin. Eyni nöqtələrdir. 1 və 7 ikisi də oradan yaranıb. AC bucağı tərəflərin ayırdığı rənglənmiş isə dairənin 7-də 15'idir. Element bucağını tapın. Deməli, nə edirəm? 360'ı bölürəm 15'ə. Yəni, ixtisar edəndə belə deyək. O da eləyir, ixtisar gedəndə 15'ə 1 dəfə. 30'un içində 2 dəfə. 24. 24'ü də 7'yə vuranda 168 verir. A variantı. Tam çevirəm 360'dır. Şəkildə hər bir kvadrat və bir-birinə toxunan eyni ölçülü 9 çevrə verilmişdir. Bu çevrələrin hər birinin diametri 10'dur. Çevrələrin mərkəzi kvadratın tərəflərinin üzərində yerləşir. Kvadratın perimetrini tapın. Nə deyir? Bu çevrələrin hər birinin diametri 10'dur. Uşaqlar, diametri 10'dursa, onda radiuslar 5'dir də, düzdürmü? Onda bura 5'dir, bura 5'dir, bura 5'dir, 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 5, 5, yox, bura 2'dən 5 var. Burada da 5, 5, 5. Bizə nə deyir? Deyir ki, kvadratın perimetrini tapın. Onda baxın 1, 2, 3, 4 dənə 5. 4 dənə 5 də uzunlası. Yəni 20 vur 20. Perimetr deyir. Deməli, perimetri tərəfi 20'dir. Tərəfi 20'dir.
Perimetrdə 4 vur 20 sayılır. Axı 4 adı. Ona görə 20 4-ə vurarıq 80. B variantı. Düzbucağın daxilinə bir-birinə toxunanda 4 eyni çevrə çəkilib. Düzbucağın eni 12 olarsa bu düzbucağın sahəsini tapın. Gəlin baxaq. Bura 12. Deməli burada 12-dir. Düzdürmü? Onda bunun radiusu, onda burada 12'dir. Düzdürmü? Bak burada 12'dir, burada 12'dir, burada 12'dir, burada 12'dir. Yani burada 4 tane diametre var. Yani 12'ni 4'e vurarım 48. Şimdi bize deyir ki bunun sayesini tap. 48'i de vurmalıyam 12'ye. O da eləyər 576. Aralarındaki mesafe 420 km olan iki şehirden aynı zamanda karşı karşıya iki avtobus yola düştü. Birinci avtobusun sürəti 65, ikincisi ise 75'dir. Onlar neçə saatdən sonra görüşərlər. Gəlin baxaq. Deməli uşaqlar, birinci avtobus buradan çıxdı, elə. İkinci avtobus da buradan çıxdı. Bunlar nəticədə bu 420-ni gəlməlidirlər, düzdür, görüşmək üçün. Gəlin onda bunların sahəsini deməli, sürətlərini toplayaq. 65 ilə 75 toplayanda 140 eləyir. İkisi de aynı anda geldikdə yol azalır. Ona görə 420'ni də bölürəm 140'a. O da eləyir cəmi 3 saat ərzində görüşmüş olacaqlar. 2 ton 50 kilogram, her bir ton 2000'dir. 2000 50 kilogram eləyir. Burada bərabərdir, yanlışdır, bərabər olardı. 3 kilometr 20 metr, bu 3020 eləməlidir uşaqlar. 3020, 3020'de 3200'den büyük değil. 5 desimetre 4 santimetre. Her bir desimetremiz 50 demek 10 santimetrdir. Olacak 54 sığımı. 54 santimetre de her bir santimetre 10 milimetredir. 540 milimetre ve bu doğrudur. Görürsünüz. Özde yazır ki beraberdir. 1 saat 15 dəqiqə 60 75 dəqiqədir. 115 değil. Qrafika əsasən aşağıdakilərdən hansı doğrudur? Mağazanın 6 ay ərzində ümumi satış gəlir 68.000 olmuşdur. Satış deyir. Satış yaşıl qrafikdir. Deməli 10 satış üçün üstə gəl 14 üstə gəl sonra 3-cü ay 10 üstə gəl 4-cü ay qalxıb olub 16 üstə gəl 5-ci ay 14 14. 3 tane 14 var 42 bir tane 16 58 68 78. Deməli satış 78 olub və 1000'ə də vuranda 78.000. 68.000 değil 78.000. 42 56 hə düz deyirəm. Ən çox mənfəət satış və alış arasındakı müsbət fərq 4-cü ayda əldə edilib. Gəlin baxaq. Burada fərq olmayıb. Elə 10 alıb, onu da satıb. Burada 8 alıb, 14 satıb. Fərq 6 olub. Burada 14 10 alıb, 14 satıb. 4 fərq olub. Burada 10 alıb, 16 6 satıcı olub. 5'də deməli 14 14 olub eynidir. 6'da da demək 14 aha 6'da da 8 ilə 14 olubdu. Uşaqlar burada bir neçə ayda müsbət fərq var. Yəni 6-6'dır ikisində də. Amma birində deməli satış çox olub, alış az olubdu. Bunların yaşıl hamısında yaşıl yuxarıdadır. 4-cü ayda əldə edilib. Bu doğru qalsın. 3-cü ayda mağaza ziyanla işləmişdir. Bəli, niyə ziyanla işləyib? Çünki satış alışdan az olub. Bir dəqiqə alış. Alışın ən yüksək olduğu aydakı məbləğ satışın ən aşağı olduğu məbləğdən 4 münasibəti çoxdur. Alışın ən yüksək, alış baxaq qırmızı qrafikdir. Qırmızı qrafik ən yüksək olduğu ay 5-ci aydır. 5-ci ay satışın ən aşağıda olduğu aydan satış ən aşağı harda olubdu? Satış da ən aşağı 10'da olub. Qırmızı bu 14'də olub. Hə, 10 burada 10'da olub. Bu da doğrudur. Bizə deyir doğrudur. Elə A variantı səhv idi uşaqlar. A variantında 78.000 idi. Biz niyə axtarırıq ki? A səhvdir. 55'də uyğunluq müəyyən edin. 1 2 1 1. Baxın, böyürdən baxanda 1 2 1 1 1 2 qalsın adi şəkildə. Belə şəkillər bu arada düşmür. 144 nəfəri dəftəri 6 şagird arasında bərabər böldülər. Hər şagirdə neçə nəfər düşdü? 144'ü 6'ya bölərəm 24.
32 şagirdin 3'də 4 hissəsi oğlandı. 32-ni 4-ə bölüb 3-ə vuraram. 8, 24 oğlandı. 8-i qızdı. İki dostun yaşlarının cəmi 42-dir. 3 il sonra onların yaşlarının cəmi uşaqlar 3 il sonra ikisi də 3 artacaq. Olacaq 48. Bir fermerdə 45 inək var. Hər inək günə 12 litr süd verərsə, bu fermada bir həftə ərzində cəmi neçə litr süd istehsal edər? 45 hər gündə 12 verirsə, bunu da vuracağım 7-yə. Çünki 7 gün edər. Bir tərəfi uzunluğu 3 sm olan bir kub çıxarılır. Buna görə qalan cismin həcmi neçədir? Burada da uşaqlar. Birinci 10'u vururam 8'ə, vururam 6'ya. Böyük figurun sahəsini tapıram. 80, 48, 480. Sonra ikinci 3, kubun həcmini tapıram. 27. 480'dən də 27 çıxıram. 453 eləyər. Belə uşaqlar. Bu da sizə monitoringin cavabları. İzləyib bəyənməyi unutmayın. Hələlik. Sizə uğurlar arzulayıram.